Naxçıvan Dövlət Universitetində 2025-2026-cı tədris ilində Tələbə Elmi Cəmiyyətinin xətti ilə aparılan elmi tədqiqat işlərinin başlanğıc konfransı olub. Əvvəlcə Naxçıvan Dövlət Universitetinin İncəsənət Fakültəsində tələbələrin TEÇ xətti ilə hazırladıkları əl işləri, rəsm əsərləri, milli kulinariya nümunələri, həmçinin müxtəlif startap layihələrindən ibarət sərgiyə baxış olub. Ali Təhsil Ocağının rektoru Elbrus İsayev Tələbə Elmi Cəmiyyətinin hər il yeni inkişaf mərhələsinə qədəm qoyduğunu vurğulayaraq, tələbələrin artıq öz elmi nailiyyətlərini startapa çevirmələrini böyük uğur kimi dəyərləndirib. Elmi fəaliyyətin inkişafı ilə bağlı qarşıda duran vəzifələri, görüləsi işləri nəzərə çatdıran rektor, tədqiqatçı tələbələrə, onların elmi rəhbərlərinə təşəkkür edib uğurlar arzulayıb. Naxçıvan Dövlət Universitetinin Tələbə Elmi Cəmiyyətinin sədri Yusif Mirzəzadə hesabat xarakterli çıxış edib, bu istiqamətə görülən işlərin statistikasını diqqətə çatdırıb. Tələbələr elmi tədqiqat işlərini nümayiş etdirib, məruzələrlə çıxış ediblər. Hər il olduğu kimi bu ildə biz Tələbə Elmi Cəmiyyətinin başlanğıc konferansını keçirdik və çox sevindirici haldır ki, 1700-dən artıq tələbəmiz Tələbə Elmi Cəmiyyətində mövzu götürüblər. May ayının ortalarına qədər Naxçıvan Dövlət Universitetində 1700 məruzə dinləniləcək və bu məruzələr içərisində seçilmiş məruzələrin hamısı müxtəlif mükafatlarla layiq görüləcəklər, müxtəlif hədiyyələrlə və müxtəlif diplomlarla təltif olunacaqlar və tələbələrimiz artıq Tələbə Elmi Cəmiyyətinə yanaşmanı da müasirləşdiriblər. O baxımdan ki, tələbələrimiz artıq öz elmi tədqiqat işlərini tətbiq eləmək, istehsalat yönümlü, sənaye yönümlü elmi işlərə üstünlük vermək bacarığına yiyələniblər və konferansdan əvvəl təşkil olunmuş sərgi ilə tanış olduq və bu sərgidə artıq biz çox kreativ startapları gördük. Tədbirin bədii hissəsində Belkanto vokal qrupunun ifasında müxtəlif musiqi nömrələri səsləndirilib. Daha sonra konferans öz işini bölmə iclasları ilə davam etdirib. Gülay Tahirli, xanım Rüstəmzadə, Akşin Məhərrəmov, NTV Xəbər.